Əhsən. Elə ki, gəldi məqam sorğu sual eyləməyə, Allahın qarşısına çoxları peşman gələcək. Əhsən. Əbubəkir ilə Ömər barmağını dişləyəcək, deyəcək, kaş Əliyə qarşı çıxmayıb. Allah nə aladınız. Fani dünya malına göz yaşını tökmə əbəs. Ruz məhşərdə inan gözlərimə qan gələcək. Mömin ol, qəm eləmə, haqq əzilir, tapdalanır. Möminə arxa dayaq sahibi dövran gələcək. Əhsən. Qur'anın hikmətini bizlərə çatdırmaq üçün Fatimə Yusifi ol, natiq-i Qur'an gələcək. Əhsən. Ey Fəraqir, bunun da adı tərlandır. YouTube'da bu qəzada yəqin rast gələrsə, Təbriz qardaşımız bizə verdi bunu. Amma ləqəbi Fəraqirdir. Ey Fəraqir, Əlinin sözlərini sal yadıma, buyurub dünya bizə daimi mehman gələcək. Əhsən. Çünki İmam Əli İslam dedi ki, dünya bir dəfə bizə tərəf gəlmişdi, əlimizdən aldılar. İkinci dəfə gələcək, əbədi bizdə olur. Qəsəs surəsinin 5 və 83-cü ayəsində Allah Teala nə deyir? Tərcümədə baxa bilərsin. Tərcümədə çatmaz bizə. Şərhində, təfsirində çatar. Qəsəs surəsi Musa əleyhissalamın Fironla dastanıdır başdan ayağa. Firon oğlan uşaqlarını öldürürdü, Firon tüğyan edir, o torpaqda deyirdi, məndən böyüyü yoxdur. 5-ci ayədə dedi ki, biz yer üzündə əzilənlər yer üzünün rəhbəri təyin edərək, qısa mənanı deyirəm, şərhini demirəm. 83-cü ayədə deyir ki, biz yer üzündə əzilənlər, yenə Allah təkrar deyir, yer üzündə əzilənləri məhşərin, axirətin, əbədiyyətin, sorğu-sualın, mizanın, siratın, hər nə ki, əbədiyyətdə var, onun rəhbəri qaradır. Əli İslam da bunu xatırladı bizə. Və Məhərrəmin günlərində də bir şey qələmə aldım, inşallah onu da oxuyarıq. Yenə matəmdir, düşər yada Hüseyin teşnələri. Əl açıb xaliqimə belə iltizam elədim. Yazmağa Şah-ı Hüseyin mədihini bu matəmdə, şühada xatirinə bir belə nizam elədim. Kərbəla Şah-ı Hüseyin söylədi, ya Rəb, sən üçün gətirib gör neçə qurban, bu qədər nam elədim. Kərbəlada tutub üz Ləşkər Süfyanə tərəf. Dedi, ey qövm, sizə höccətimi tam elədim. 7 Aşura günü oldu şəhid əldə qılınc. Hər nəyim var, dedi, ya Rəb, sənə qurban elədim. Gəldi Xəllaq-ı Kərimdən ona bir böyle nida. Qəbrini aləm ara rövzə-i rizvan elədim. Allahdan səs gəldi Hüseyin əleyhissalama. Gəlib hər kəs eləsə qədrini ziyarət Hüseyin. Ona üqbadə şəfaət sənə imkan elədim. Nə dua eyləsə qədri şərifində hər kəs, nə dua eyləsə qədri şərifində hər kəs, sənə xatib onun hər hacətini rəvan elədim. Sevə bir kəs səni qəlbən, ona sevgim bu olar, onu cənnətdə sənə daimi mehman elədim. Ənbiyalar çəkə həsrət, sənə cənnətdə deyə buna xatir səni mən böyle imtihan elədim. Atdı İbrahimin Nəmrud oda yandırmaq üçün, onu ümmətlərə biz axırı imam elədim. Susuz öldürdü ədu, cümlə yar ənsari. Cənnətdə yerlərini ali bir məqam elədim. Şəb Meyracda buyurdu Rəsulallaha Xuda, oğlunun qatilinə mən də intiqam elədim. Peyğəmbər Meyracda hansı məqama getdi, qayıtdı, qaydanda gördü, getdiyi yerdəki ilk gördüyü bir insanı səcdə halında gördü, Allahdan soruşdu. Mən hara gedib qayıdı bu insanı səcdə halında görəm, heybətli, əzəmətli, nurani. Bu kimdir belə? Mələklər onun başına təvaf edir. Dedi, bu mənim qisasçımdır. Allah Peyğəmbərinə dedi. Demədi sənin 12-ci nəvəndir, filan kəsdir, mənim qisasçımdır. Bəli, İmam Zaman ağamızdır. O qədər gözləyərəm, Allah İmam Hüseynə deyir, almaram onun qanı, ta onunla verilən vədəyə qiyam elədim. O şəhin qəbrini görmək mənə müşküldür, vəli, mah-i matəmdə odur ki, ona salam elədim. Məclisi tərhiminə mən də gəlib əldə qələm, Seyyidəm, şeirim ilə vəsfini xitam elədim. Əhsən. Muhammed Ali Muhammed, salavat edeyim.
Allahümme salli ala Muhammed ve ali Muhammed. İnşallah yine de bu torpağın getirməsin. Qələminin məhsulun yad edək. Kərbəlayı Tərlanın da, başqa məddəxların da Ənvar haqqında salavat edək. Allahümme salli ala Muhammed ve ali. İnşallah vacilə belədir bir neçə fənd deyərik. Dada gəlsən Zeynəbə, Sultan Hüseynim hardasan? Dada gəlsən Zeynəbə, Sultan Hüseynim hardasan? Qalmışam meydan ara, Giryan Hüseynim hardasan? İnşallah kömək edərsin. Bərqatilan Əbi Əbdillah Hüseyin, Tavəriz qiyamət müamilənət başlayır. Dada gəlsən Zeynəbə, Sultan Hüseynim hardasan? Dada gəlsən Zeynəbə, Sultan Hüseynim hardasan? Qalmışam meydan ara, Giryan Hüseynim hardasan? Dada gəlsən Zeynəbə, Sultan Hüseynim hardasan? Bir də. Sultan Hüseynim hardasan? Qalmışam meydan ara, Giryan Hüseynim hardasan? Bir də. Qalmışam Həmdəm olmuşdur sana eşq-i şəhadət mailim. Kərbəla torpaq olmuş onların son mənzilim. Həmdəm olmuşdur sana eşq-i şəhadət mailim. Kərbəla topraq olmuş onların son mənzilim. Vermisən şövq eyləsən 72 İsmaili. Qanilən dolmuş bütün meydan Hüseynim hardasan? Qanilən dolmuş bütün meydan Hüseynim hardasan? Dada gəlsən Zeynəbə, qalmışam meydan ara, Giryan Səslə gəlsin dadimə, həm Müstəfa, həm Heydərim. Doğrayıblar min sitamla, Qavsim ilə Əkbərim. İstiqomlar üstə qalmış, onların gül peykəri. At çapır cövr ilə ol, düşman Hüseynim hardasan? Dada gəlsən Zeynəbə, Sultan Hüseynim hardasan? Dada gəlsən Zeynəbə, Sultan Hüseynim hardasan? Qalmışam meydan ara, səsləyir imdadına, qolsuz əbəl fəzlim sənin. Səsləyir imdadına, qolsuz əbəl fəzlim sənin. Aləmi mənada ta eylər mələklər şivənim.
Söyleyir ağuşuna almış nenem Zahra beni. Ta ki kalkır erşe bu Afgan Hüseyin'im hardasan. Dağda gelsen Zeynep'e Sultan Hüseyin'im hardasan. Dağda gelsen Zeynep'e Sultan Hüseyin'im hardasan. Kalmışam meydana. Kalmışam meydana. Meydana Hüseyin'im hardasan. Kalmışam meydana. Ya Hüseyin ölmüştür ol Abbas terkten can verin. Ya Hüseyin ölmüştür ol Abbas terkten can verin. Kasım-ı Ekber kimi solmuş misilsiz günlerin. Sızlayır düşman elinde İtiratli peygamberin. Heymede kızlar kalıp Etşan Hüseyin'im hardasan. Ve gelsen Zeynep'e Sultan Hüseyin'im hardasan. Dağda gelsen Zeynep'e Sultan Hüseyin'im hardasan. Kalmışam meydana. Her mera zulmüyle yandırmışır babin zalilim. 6 aylık asgarın dövriyle tökmüş kavlilim. Ya Hüseyin al bağrına masum tifil kurban elim. Kabul olsun verdiğin kurban Hüseyin'im hardasan.